Aleykümselam. Aleykümselam. Azerbaycanlı şair Rüstem Behrudi bakın nasıl anlatıyor. O hangi millettir? Kaderi sırdır. 100 ada bölündü yine de birdir. Mənim şeirlərimi hamı oxuyur da. O da bir oxucu. Getməyə yeri yox, qalmağa yurdu. Yalandır kim deyir, dünya böyükdür. Nəsimi kimi Rüstəm Beyhudə cahana sığın. Bu dil bizim ana dilimizdir, yoxsa ata dilimiz? Bizim bütün kitaplarımız ata kitaplardır. Senin qumaşına ve güzel xanımlarına aldanmayın. Bu size məhv aparıb çıxarır. Yadına bir yastığa baş koyanların qeyrəti yok mudur kairat kadar? Bozqış işarəsi var belə. Evet. Bilirsiniz de. İlk dəfə mən göstərmişəm. Beşin yarısı gecə, ağaçlar puçur puçur, səylər sevincindən, adam var dərddən açır. Bir an qazanırsan, an itirirsən, həyatın beləcə bir ucu qurban. Mən daha qorxmuram qurban olmaqdan. Bu dünya özü də sonuncu qurban. Eşk olsun, gözəl. Sən şairsin, əsl şair. Gelsin bir sevda var ləçək ləçək. Sən bilməsən kim biləcək? Cəhənnəmdə bir kafir tək. Nə çəkirəm bilən gəlsin. Həyat bəzən dar ağacından başlayır.